Salam, hər vaxtınız xeyir əziz ikincilər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bu gün sizlərə təqdim edəcəyim video isə ikinci siniflərlə bağlı olacaq. İkinci siniflərin hərəkətin zamanı mövzusu ilə sizlər tanış edəcəm. Testlərə və çalışmalara birlikdə baxacağıq. Uşaqlar, biz bilirik ki, hərəkət 3 formada baş verir. Yəni, hərəkət keçmişdə, indiki zamanda və gələcəkdə icra olunur. Yəni, hərəkət 3 zamanda baş verir. Keçmiş, yazın, bir saniyə, keçmiş, indiki və gələcək zamanda baş verir. Buna görə də 3 suala cavab verir. Nə etdi, nə etdi, keçmiş zamanın sualıdır. Nə edir, nə edir, indiki zamanın sualıdır. Nə edəcək, edəcək, gələcək zamanın sualıdır. Məsələn, bir cümlə quraq. Əli istirahət etmək üçün rayona getdi. Nə etdi? Getdi. Baxın, bu keçmişdə baş verdi. Yəni, artıq getdi. Əli istirahət etmək üçün rayona gedir. Hal-hazırda, yəni indiki zamanda gedir. Əli istirahət etmək üçün rayona gedəcək. Yəni, gələcək zamanda gedəcək. Bura qədər aydındırsa, sizə bu qədəri bəs eləyəcək. İndi gəlin testlər üzərində və çalışmalar üzərində daha aydın şəkildə başa düşək. Bir saniyə, mən lövhəni çıxardım, daha sonra başlayaq. Birinci sualda bizə deyir ki, birinci sualda bizə deyir ki, hansı söz indiki zamandadır? Yəni, hal-hazırda baş verir. Sağaldı. Nə etdi? Sağaldı. Bu keçmişdədir. Yaşayır, hal-hazırda yaşayır. Yəni, indiki zamanda. Cavabımız B variantı olacaq. Keçdi, artıq keçdi. Baxın, nə etdi? Keçdi. Bu da keçmiş zamandadır. Bizə indiki zaman lazımdır. Cavab B variantı olmuş olacaq. İkinci sualda bizə deyir, hansı söz zamanına görə digərlərindən fərqlənir? Artacaq, nə edəcək? Artacaq, gələcək zaman. İtdi, nə etdi? İtdi. Artıq bu olacaq keçmiş zaman. Çöktü, nə etdi? Çöktü. Bu da olacaq keçmiş zaman. Deməli, zamanına görə fərqlənən olacaq A variantı. Yəni, gələcək zamanda baş verəcək. Digər ikisi isə keçmiş zamana aiddir. Baxaq digərinə. Hansı cümlədəki hərəkət bildirən söz keçmiş zamandadır? Sabah kəndə gedəcəyik. Artıq burada gələcək zaman var. Gedəcəyik. Axı, sabah gedəcəklər. Ona görə də bu gələcəkdir. Götürə bilmərik. Sizi uzaqdan gördüm. Nə etdim? Gördüm. Bəli, keçmişə aiddir. Yəni, nə vaxtsa görüb. Hündür binalar görünür. Hal-hazırda yol gedir və hündür binaları görür. Ona görə də bu da indiki zamandır. Götürə bilmərik. Cavabımız olacaq B variantı, keçmiş zaman. Hərəkət bildirən söz keçmiş zamandadır. Daha sonra baxırıq digərinə. Hərəkət bildirən sözlərin zamanına əsasən hansı söz məntiqi ardıcıllığı tamamlayır? İşlədi, getdi, bildi. Baxın, nə etdi? İşlədi. Nə etdi? Getdi. Nə etdi? Bildi. İndi bizə lazımdır keçmiş zaman. Yordu. Nə etdi? Yordu. Bəli, cavabımız olacaq A variantı. Ucalır. Nə edir? Ucalır. Burada olacaq indiki zaman. Bəsləyəcək. Burada olacaq gələcək zaman. B-də olacaq indiki zaman. C-də olacaq gələcək zaman. Bizə lazımdır keçmiş zaman. Cavab olacaq A variantı. Daha sonra verilmiş xüsusiyyətlərin hər ikisinə uyğun gələn söz hansıdır? İncə saitlərdən ibarətdir, indiki zamandadır. Aha, qazanacaq sözünü uşaqlar elə ilk şərtə görə çıxırıq. Çünki bizdən incə saitli söz istəyir.
A qalın olduğuna görə variantlardan avtomatik çıxırıq. Qaldı çəkinir və sevdi. Bizə indiki zaman lazımdır. Yəni nə edir sualına cavab versin. Çəkinir nə edir? Çəkinir. Cavabımız olacaq B variantı. Sevdi nə etdi? Sevdi. Bu olacaq keçmiş zaman. Bizə lazımdır B variantı. Daha sonra baxırıq 6-cı tapşırığa. Hansı söz gələcək zamandadır? Yəni nə edəcək sualına cavab verir. Eşidir, nə edir? Hal-hazırda indiki zamandır. Götürə bilmərik. Açacaq, nə edəcək? Bəli, cavabımız olacaq B variantı. Oxuyur, nə edir? Bu indiki zamandır. Götürə bilmərik. Bizdən gələcək istədiyinə görə cavabımız olacaq B variantı. 7-də deyir ki, neçə nömrəli sözlər keçmiş zamandadır? İnandı, nə etdi? İnandı. 1. Yarayır. Nə edir? Yarayır. Bu indiki zamandır. Apardı. Nə etdi? Apardı. Bu da keçmiş zamandadır. Deməli olacaq 1-3 A variantı. Deməli, baxırıq 8-ci suala. Cümlədəki hərəkət bildirən söz hansı zamandadır? Atam məni özü ilə apardı. Nə etdi? Apardı. Düzdür? Ona görə olacaq keçmiş zamanda. Aparır olsaydı indiki zaman olardı, aparacaq olsaydı gələcək zaman olardı. Bizə lazımdır keçmiş zaman, cavabımız olacaq A variantı. Verilmiş sözlərdən neçəsi keçmiş zamandadır? Keçmişi istəyir yenə də. Açıldı. Aha, verilmiş sözlərdən neçəsi keçmiş zamandadır? Açıldı. Nə etdi? Açıldı. Biri. Qazanır, nə edir? Qazanır, götürə bilmərik. Yaralandı, nə etdi? Yaralandı. Deməli, olacaq 2 dənə. Daha sonra əzdi, nə etdi? Əzdi, olacaq 3 dənə. Cavabımız olacaq C variantı. Onda bizə deyir ki, səhər günəş doğanda aləm nura boyanır. Şehli qərənfillərin üzündə sevinc yanır. Şeirdə altından xətt çəkilmiş söz hansı zamandadır? Boyanır. Nə edir? Boyanır. Bu olacaq indiki zamanda. Cavabımız olacaq B variantı. Uşaqlar, test bu qədərdir. Baxaq indi çalışmalara. Birinci sualda bizə deyir ki, bir saniyə. Birinci sualda bizə deyir ki, keçmiş zamanda olan hərəkət bildirən sözlərin altından xətt çəkin. Yaxşı. Çəkindi. Nə etdi? Çəkindi. Bəli, keçmiş. Tanıdı. Nə etdi? Tanıdı. Xətt çəkirik. Oturacaq. Götürə bilmərik. Bu gələcək zamandır. Ağlayır. Nə edir? Ağlayır. İndiki zamandır. Götürə bilmərik. Əsəbiləşdi. Bəli, keçmişdə əsəbiləşdi. Qazdı. Nə etdi? Qazdı. Bu da keçmiş zamandır. Ağrıyacaq. Nə edəcək? Gələcək zamanda götürə bilmərik. İnandı. Nə etdi? İnandı. Bu da keçmişdir. Ayırır. Nə edir? Ayırır. Götürə bilmərik. Öyrəndi. Nə etdi? Öyrəndi. Keçmiş zamandır. Yandı. Nə etdi? Yandı. Keçmiş zamandır. Saçdı. Nə etdi? Saçdı. Keçmiş zamandır. Fikirləşir. Nə edir? Deməli, indikidir, götürə bilmərik. Şumladı. Nə etdi? Şumladı. Bunu da götürürük. Ağrıyır. Hal-hazırda ağrıyır. Nə edir? Ona görə də indiki zamanda götürə bilmərik. Deməli, burada oldu. Çəkindi, tanıdı, əsəbiləşdi, qazdı, inandı, öyrəndi, yandı, saçdı, şumladı. Baxırıq ikinci tapşırığa. Verilmiş hərəkət bildirən sözləri həm keçmiş, həm indiki, həm də gələcək zamanda işlədib yazın. Keçmiş zamanda olanları, yaxşı. Qur. İlk öncə bir sözü quru keçmişdə, indikidə, gələcəkdə quraq. Qur sözü qurdu. Bu olacaq keçmişdə. Qurur, indiki. Quracaq, gələcək. Oyan, oyandı, oyanır, oyanacaq. Düzdür? Daha sonra yandı. Yanır, yanacaq. Küstü, küsür, küsəcək. Bişir, bişirdi, bişirir, bişirəcək. Yatdı, yatır, yatacaq. Əsdi, əsir, əsəcək. Kəsdi, kəsir, kəsir, kəsəcək. Qalxdı, qalxır, qalxacaq. Bu formada
zamana görə dəyişə bilərsiniz. Daha sonra baxırıq digər tapşırığa. Üçüncü tapşırıqda bizə nə deyir? Bir saniyə. Cümlələrdə hərəkət bildirən sözlərin altından xətt çəkin. Onların hansı zamanda olduğunu deyin. Yaxşı. Soyuqdan sular dondu. Nə etdi? Dondu. Deməli bu olacaq keçmiş zaman. Baş hərfini yazıram. Daha doğrusu sizi indi çağırarlar. İndi çağırarlar. İndi oldu bu. Hansı zamanda? İndiki zamanda. Daha sonra biz birlikdə gələcəyik. Nə edəcəyik? Gələcək. Bu olacaq gələcək zamanda. Hamıya hədiyyə aldım. Nə etdim? Aldım. Bu da olacaq keçmiş zamanda. Baxırıq 4-cü tapşırığa. Hər sütunda zamanına görə fərqlənən sözü işarələyin. Yaxşı. Yağdı, itdi, kəsir, seçdi, geyindi. Uşaqlar baxın, yağdı, itdi. Yağdı nə etdi? Yağdı, keçmiş. İtdi nə etdi? Keçmiş. Kəsir nə edir? Kəsir. Deməli bu olacaq indiki zamanda. Fərqli olan kəsir sözüdür. Baxır, açır, yorur, susur, çıxdı. Baxın nə etdi? Çıxdı. Fərqli olan burada olacaq keçmiş zamanı çıxırıq. Digərləri isə indiki zamana aiddir. Artacaq, dolacaq, yorur, çıxacaq, verəcək. Nə edəcək? Artacaq, nə edəcək? Dolacaq, nə edir? Yorur. Deməli fərqli olan olacaq yorur sözü hal-hazırda, yəni indiki zamandadır. Digərləri isə gələcək zamana aiddir. Baxırıq dev tapşırığına. Aldı, gedir, sərir, örtür, ələyir. Baxırıq aldı sözü burada keçmiş zamandır, amma gedir, sərir, örtür, ələyir olacaq indiki zaman. Fərqli olan A variantı olmuş olacaq. Daha sonra baxırıq 5-ci tapşırığa. Şəkillərə uyğun hərəkət bildirən sözləri keçmiş zamanda işlədin. Aha. Deməli xoruz nə edir? Banlayır da, düzdür? Buna keçmiş zamanı nə olacaq? Bir saniyə yazım sizlər üçün. Banladı. Banladı. Daha sonra qoyun nə edir? Məliyir də, düzdür? İndi bura nə yazacaq keçmiş zaman olması üçün? Mələdi. Mələdi. Daha sonra it nə edir? Hürür, düzdür? Bizə keçmiş zamanlı lazımdır. Hürdü. Hürdü. Daha sonra pişik nə edir? Miyol deyir, düzdür? Keçmiş zamanı olacaq. Miyol. Dadı. Ay sağ ol. Baxırıq 6-cı tapşırığa. Cümlələrdə keçmiş zamanda olan hərəkət bildirən sözlərin altından xətt çəkin. Qonşu bizə gəldi. Nə etdi? Gəldi. Keçmiş zamandadır. Elə indi getdi. Elə indi getdi. Nə etdi? Getdi. Biz evi bəzədik. Nə etdik? Bəzədik. Ceyhun getdi və qayıtmadı. Nə olacaq burada? Getdi. Nə etdi? Qayıtmadı. Bu da olacaq. 2 dənə burada hərəkət bildirən keçmiş zamanda olan söz var. 7-ci tapşırığa baxırıq. 7-ci tapşırıqda bizə deyir ki, verilmiş hərəkət bildirən sözləri gələcək zamanda cümlədə işlədin. Aha, mən sadəcə sözləri deyəcəm, cümlə qurmaq sizin özünüzə qalıb. Necə istəsəniz elə də cümlə qurarsınız. Bizdən gələcək zaman istəyir. Get, gedəcək. Nə edəcək? Gedəcək. İzlə, izləyəcək. İzləyəcək. Cümlə özünüzə qalıb. Necə istəsəniz, elə də cümlə qurarsınız. Unut, unudacaq. Unudacaq. Bir də qorx, qorxacaq. Qorxacaq. 8-ci tapşırıqda bizə deyir ki, indiki zamanda olan hərəkət bildirən sözlərin altından xətt çəkin. Dərir, nə edir? Dərir. Apardı, keçmişdi, götürə bilmərik. Ağlayacaq, gələcəkdi, götürə bilmərik. Soruşur, hal-hazırda nə edir? Soruşur. Bunu götürə bilərik. Sevinir, nə edir? Sevinir. Yollandı, nə etdi? Keçmişdi, götürə bilmərik. Tutur, nə edir? Tutur. Çalışacaq, gələcək zamanda götürə bilmərik. Tapacaq, çalışacaq, sonra tapacaq.
Bu da keçmiş daha doğrusu gələcək zamanda götürə bilmərik. Çağırır hal-hazırda, indiki zamanda bunu götürürük. Gətirir, indiki zamanda götürürük. Gördü, keçmiş zamanda götürə bilmərik. Gəlməyəcək, gələcək zamanda götürə bilmərik. Almadı, keçmiş zamanda götürə bilmərik. Oturur, nə edir? Oturur. İndiki zamanda yazdı, nə etdi? Yazdı, götürə bilmərik. Baxıram, yoxdur daha tapşırıq. Deməli uşaqlar, bugünkü video izahımız bu qədər. İkinci siniflər üçün də davamlı olmağını istəyirsinizsə, izahlar və çalışmalar, didaktik çalışmalar və testlər, videonu bəyənib dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Hələlik.